Bərdə rayonunun Xanağalı kəndinin bir qrup sakini Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Vüsal Nəsirliyə müraciət edib. Bir surəti Media TV və Azmedia qrupuna göndərilən məktubda deyilir. Prezident İlham Əliyev cənabları, 7 mart 2025-ci ildə Bərdə rayonunun Əmirli, Xanağalı, Uğurbəyli, Alpod, Qarayusifli, Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb. İmzalanan sərəncamla bağlı qeyd olunan yollara hələ ki asfalt örtüyü vurulmasa da, Bərdə rayon yol idarəsi indiyədək bir sıra işlər həyata keçirib. Lakin yol çəkilişini həyata keçirən idarə Bərdə rayonunun Xanağalı kəndində 2015-ci ildə İlham Əliyev cənablarının daha bir sərəncamı ilə qazılan su quyusundan çıxan suyun axınının qarşısını bağlayıb. Belə ki, hazırda kənd sakinləri və eyni zamanda ətraf kəndlərin sakinlərinin də istifadə etdiyi 24 saat öz axımı ilə fəaliyyətdə olan İsməli su quyusundan çıxan su təxminən 100 metr axdıqdan sonra asfaltlama işləri nəzərdə tutulan yolun altına atılmış, borudan keçərək su axınına tökülür. Bu boru 10 il əvvəl yola sakinlər tərəfindən salınıb. Uzunluğu təxminən 4-5 metr olan bu borunun diametri kiçik, çürümüş və bir neçə çalaqdan ibarətdir. Yolda təmir işləri aparan təşkilat bir çox yerlərdə yoldan keçən boruları yenisi ilə əvəz etsə də, təəssüf ki, bu boruya toxunmamış, əksinə qravil örtüyü və ağır texnikalar ilə borunu daha da bərbad hala salmışlar. Hazırda arteziyan quyusundan axan su təbii olaraq gedib arxa tökülmədiyi üçün bir neçə sakinin evini qəzalı vəziyyətə salıb. Problem günü-gündən daha da böyüməkdədir. Dəfələrlə yolda təmir işləri aparan idarənin rəhbər şəxslərinə sakinlər tərəfindən problem deyilsə də, onlar bu borunun layihədə dəyişilməsinin nəzərdə tutulmadığını bildirirlər. Əgər yol idarəsi sözü gedən 100-120 diametrlik, uzunluğu 4-5 metr olan bu borunu yenisi ilə əvəz etməsə də, gələcəkdə sakinlərə dəyən ziyanla yanaşı, eyni zamanda yeni inşa edilən yol da ciddi təhlükə ilə üzləşəcəkdir. Xahiş edirəm, Bərdə rayonunun Xanağalı kəndində Prezident İlham Əliyev cənablarının sərəncamı ilə qazılan arteziyan quyusundan çıxan suyun axımının təmin olunması məqsədi ilə Cənab Prezidentin 2025-ci ildə imzaladığı sərəncamla təmir olunan yola 5 metrlik yeni su borusunun salınması barədə müvafiq göstəriş verəsiniz.